Ramiz Qusarçaylı harda yaşamağından asılı olmayaraq, istəyər Bakıda olsun, istəyir Qubada olsun, istəyir bu gün qərar versin, köçsün, Amerikada yaşasın. Xas hər sözünə, hər hecasına, hər misrasına qədər Azərbaycan şairidir. Buradadır, yanımızdadır. Mən istəyirəm, kifayət qədər də adam yığılıb, mən istəyirəm elə sizin hamımızın alqışlarınızla, mənim xüsusən həm gənc ədiblərin, həm yaşlı nəslin, sevimli müəllifi, şair Ramiz Qusarçaylı'nı sizin alqışlarınızla səhnəyə dəvət edirəm. Mən istəyirəm Ramiz müəllim salamlasın qonaqları və elə birbaşa sözü verək poeziyaya bu yaz günlərində. Əziz dostlar, hər kəsə salamlayıram. Bugün görüşünüzə İki Gül adlı şeirlər kitabından gəlmişəm. Niyə iki gül? Ümumiyyətlə, Azərbaycanın özü kimi, təbiəti kimi, ərazisi kimi, gülləri də çox gözəldir, ətirlidir, qoxuludur. Mənim poeziyamda gül obrazı bənövşədir. Ancaq bununla belə bizim vətənimizdə iki gül var ki, həmin güllər, mən deyərdim ki, dünyanın gülləri arasında ən müqəddəs güllərdir. Biri qərənfildir, biri xarı bülbül. Qərənfil, yaşlı nəsil gözəl bilir ki, bizim də gəncliyimizdə, bütün görüşlərdə, ad günlərində, təqdimatlarda ən gözəl hədiyyə qərənfil sayılırdı. Ancaq 1990-cı ilin 20 yanvarında Rus və Erməni silahlı birləşmələrinin bu bizim gözəl Bakımızda törətdiyi amansız qətliamdan sonra qərənfil gül yerindən çıxdı. Nə oldu? Bizim Dənizkərar meydandan başlayaraq Şəhidlər Xiyabanına kimi bütün küçələri, səkiləri, qırmızı göz yaşları kimi bütün insanların, vətəndaşlarımızın, vətənimizin başına gələn müsibətləri gül üsyanı ilə dünyaya car çəkdi. Qərənfil güllüyündən çıxıb matəm gülünə çevrildi. Bugün də qərənfil ancaq oca şəhidlərimizin məzarı üstündə, yas məclislərində, abidələr üzərinə qoyulmaqda istifadə edilir. Xarı bülbül də 92-ci ildə ermənilər işğal zamanı əsir düşdü. Xarı bülbülün bakirəliyi itdi, ayaqlar altında qaldı, tapdandı. Ancaq uca şəhidlərimizin qarşısında baş əyirəm, silahlı qüvvələrimizə, Müzəffər Ali Baş Komandana çox sağ ol deyirəm ki, bizi həmin xarı bülbülün əsirliyində olan başımızdakı papağı yerinə, Şuşadakı bayrağı ucalığına qaytardı. Xarı bülbül gül yerinə qayıtdı. Ancaq qərənfil gül yerində deyil. Gül yerindədir, matəm yerindədir. Bu iki gül şeirinin də mənası odur ki, xarı bülbül qayıtdı gül yerinə, qərənfil də qaytarın eşqin, sevginin könül yerinə. Çox danışmaq istəmirəm, ancaq bizim hörmətli Yalçın bəyin dediyi kimi, mən ancaq şeirlə sizin qarşınızda öz sözlərimi deməyə çalışacağım. Bu səngər haq səngəridir. Zəhmində çox cəng əridir. Ləngərim söz ləngəridir. Yüngül hava mənlik deyil. Öz göyüm var, öz mələyim. Öz xəttim var, öz lələyim. Öz məzarım, öz bələyim. Haram yuva mənlik deyil. Davam nə can davasıdır, nə də yorğan davasıdır. Azərbaycan davasıdır. Ayrı dava mənlik deyil. Hər ayran araz deyil.
Hər atılan körə düşməz. Şair can nə xof bilər, nə körkünə birə düşməz. Bu dünya meydanla dolu, meydanı nadanla dolu, hər tərəf şeytanla dolu, iynə atsan yerə düşməz. Yuvam yoxdur, yük daşıyam, tor qurmuram, tük daşıyam. Mən bu xalqın ərk daşıyam. Şair ərki şərə düşməz. Vətən dərdi çəkən budur, sevgim budur, hikkəm budur. Kəbəm budur, məhkəm budur. Yolum ayrı pirə düşməz. Qarabağ haqqında silsilə şeirlərim çoxdur. Deyirdim ki, asmışam vətəni kirpiklərimdən, gözümdən Xocalı Şuşa tökülür. Və ya yazırdım ki, Şuşada bayrağım dizimin üstə, Qubada papağım dizimin üstə, dizimin üstündən qaça bilmirəm. Və ya yazırdım ki, yadımızdadır da, ata qızı ilə əsir düşməsin deyə qızını güllələmişdi. Və bir şeir yazmışdım. Əl saxla xain balası, qoy namusumu bastırım. Gözümün ağı, qarası bircə qızımı bastırım. Bu yerlər boşalır, qaçır, Allah da baş alıb qaçır, öpüb ağacı, yamacı, öpüb gözümə çəkib qumu bastırım. Dalımca yurtar izlərim, dalımca yurtar dizlərim, baxsam tökülər gözlərim, gözümü yumub bastırım. Sayan sayıb nə say tutum, ölüb bu dərdə boy tutum, harda özümə toy tutum, harda özümü bastırım. Biz özümüzə toy tuta-tuta, özümüzə gəldik, özümüzə qayıtdıq və Qarabağda da erməniyə toy tutduq. Bugün Şuşada bayraq da yerindədir, Qubada mənim papağım da yerindədir. Şeirin adı Şuşalı vətəndir. Bugünkü Şuşa. Ad Şuşa adıdır, yol Şuşa yolu. Gün Şuşa günüdür, il Şuşa ili. Şuşanın içində Şuşa qurulur, Şuşanın içində Şuşa tikilir. Öpüb ulduzunu, öpüb ayını, öpüb hər rəqi çəkib gözünə, göyü, qırmızını, yaşılı vətən. Nə gözəl sarışır Şuşada bayraq, nə gözəl səslənir Şuşalı vətən. Yırtıb çadır-çadır şəhərcikləri, Abır şəhərinə qayıdır Şuşa. Öpüb gözlərindən xarı bülbülüm, Cıdır şəhərinə qayıdır Şuşa. Süzüb Xankəndini Xan şəhərindən, Dikəlib yerindən Pənahalı xan, Silib Natəvanın göz yaşlarını, Hayqırıb Vaqifin məqbərəsindən. Bir-bir salamlayır yurttaşlarını, silkilib içindən kükrəyir Şuşa, başlayır Şuşanın yeni erası. Yerinə qayıdır Üzeyir bəyin, dağları oynadan uverturası. Min bəstə üstündə tikilir Şuşa, şikəstə üstündə tikilir Şuşa. Yerinə qayıdır bülbülün səsi, yerinə qayıdır xan zəngöləsi. Çahargah nərəsi, seygah naləsi. Çıxır azadlığa damlanan damlar, damlanan qapılar o ah yerləri, silinir üzündən günah yerləri, hasarlar yerinə qayıdır indi, yenidən qurulur görgah yerləri, məzarlar yerinə qayıdır indi. Alıb bir-birindən yurt halallığı, yerinə qayıdır bina daşları. Alıb bir-birindən dərd halallığı,
Yerinə qayıdır sinə daşları, yerinə qayıdır kəmənin ətri, yerinə qayıdır meşənin ruhu, yerinə qayıdır vətənin ətri, yerinə qayıdır şanın ruhu. Hər daşın üstündə şəhid nəfəsi, hər daşın altında şəhid qanı var. Şanın nəfəsi igid nəfəsi, şanın ər sözü hür dastanı var. Öpüb ulduzunu, öpüb ayını, öpüb hər rəngi çəkir gözünə. Göyü, qırmızını, yaşlı vətən. Nə gözəl görünür Xankəndi bir gün, nə gözəl sarışır şada bayraq, nə gözəl səslənir şalı vətən, nə gözəl səslənir Qarabağlı vətən. Əziz dostlar, biz dünən hər birimiz Qarabağlıydıq. Yazırdım ki, vətən bir ürəkdə döyünən candır. Qarabağ bizimdir, Azərbaycandır. Bugün Qarabağ bizimdir. Ancaq bugün biz haralıyıq, bugün biz hamımız qəribi Azərbaycanlıyıq. Bugün hamımız qəribi Azərbaycanlıyıq. Bugün Zəngəzurdan keçib İrəvanda İşməzdin məscidinə, Ağrı dağa, Alagözə, Dərələyəzə salam verə-verə Təbrizə gedəcəyik. Təbrizdən sonra sabah haraldacaq bütün Azərbaycanlı. Çünki Çinin göz yaşlarına bələnmiş Uyğur soydaşlarımız bizi gözləyir. Salamımızı gözləyir, nəfəsimizi gözləyir, şeirimizi gözləyir. Kərkük, Ərbil bizi gözləyir. Kərkün baytları bizi gözləyir. O günü görəcəyik. Mən Azərbaycan bayrağı şeirimə yaxınlaşmamış gözəl bir bizim sənətkarımızı dəvət edirəm. Azərbaycan Fövqəladə Hallar Nazirliyi Orkestrinin solisti, hamımızın sevimlisi, illiyi qanı bayraqla, vətənlə döyünən Anar İlhamını dəvət edirəm. Azərbaycan bayrağı mahnısını ifa edəcək. Dəyərli şairimiz Ramiz müəllim, sizləri ürəkdən salamlayıram. Əziz tədbir iştirakçıları, əziz ziyalılarımız, burada iştirak etmək mənim üçün çox qürurludur. Ramiz müəllimin yaradıcılığı türk dünyasına böyük töhfədir. Bir gürültülü alqışlar rica edirəm dəyərli şairimizə. Və 44 günlük vətən müharibəsi ərəfəsində Allah Taala bütün şəhidlərimizə rəhmət eləsin. Allahın salamı olsun şəhidlərimizə, qazilərimizə şəfaət eləyirəm və Ramiz müəllimin gözəl şeirlərindən biri olan Azərbaycan bayrağı şeirinə mən də bir mahnı bəstələdim. İndi isə icazənizlə istərdim o nəğməni sizlərə təqdim edək. Şənini vəsf etməyə yetər qüdrətim yetər. Ulduzunu, ayını göydə mələklər öpər. Hər rəngində yaqazini yaşayıb bir mən bitər. Sənə istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı. Cəngidə cövlan yerim, cövlanda can yerim sən. Barışda gül çələngim, savaşda qan yerim sən. Sən mənim an yerimsən, mənim iman yerimsən. Dalgalı ləngərlərin, yelpiklənən bayrağı, Azərbaycan bayrağı. Yağının min hiləsi köydən, kələkdən keçər. Sən sancılan ucalıq min ürəkdən keçər. Dağlar yerindən oynar, daşlar ələkdən keçər. Göylərin nur yağmuru, yerlərin göy qurşadı, Azərbaycan bayrağı. Azərbaycan bayrağı.
vəsf etməyə yetər qüdrətim yetər. Ulduzunu, ayını göydə mələklər öpər. Hər rəngində yaqazı yaşar bir mən bitər. Sənə istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı. Cəngdə cövlan yerim, cövlanda can yerim sən. Barışda gül çələngim, savaşda qan yerim sən. Sən mənim and yerimsən, mənim iman yerimsən. Dalğalı ləngərlərin, yelpiklənən bayrağı, Azərbaycan bayrağı. Azərbaycan bayrağı. Tarixdən qədimdir, zamandan qoca, mənim bayrağıma sancılan hilal. Aləmə nur saçdı tarix boyunca, məbədlər başına tac olan hilal. Daim ucalasan savaş günündə, əskər silahıyla səni tən görür. Yalnız zəfər çalmış şəhid önündə, səni alqış üçün əylən görür. Yağının min hiləsi köydən, kələkdən keçər. Sən sancılan ucalıq min ürəkdən keçər. Dağlar yerindən oynar, daşlar ələkdən keçər. Göylərin nur yağmuru, yerlərin göy qurşağı, Azərbaycan bayrağı. Azərbaycan bayrağı. Azərbaycan bayrağı. Görüşə gələnlərə öz təşəkkürümü bildirirəm. Bazar günü olmağına baxmayaraq görək doğrudan da sözə, poeziyaya bu qədər hörmət var. Qarşınızda baş əyirəm. Deməli, bizim Anar bəy Azərbaycan bayrağını ifa elədi. Bizim Azərbaycan bayrağı, bir dediyim kimi, mən arzu edirəm ki, Azərbaycanın kənarda bizi gözləyən, gözləri bizlərdə olan, ürəyi bizi ilə döyünən soydaşlarımızın yaşadığı bölgələrdə dalğalansın. 5 il bundan qabaq Bakıda Aşıq Ələsgərin abidəsi qoyuldu. Orada cənab prezident bir ifadə işlətdi. Dedi ki, bu Aşıq Ələsgərin heykəlinin Bakıda qoyulmasının ən böyük mayəsi, qayəsi, məramı odur ki, biz o torpaqlara qayıdacağıq. Və mən bizim Qərbi Azərbaycana qayıdışımızda iki istiqamət görürəm. Bir, siyasi istiqamət ölkə rəhbərinin kursu ilə, bir də Aşıq Ələsgər kimi nəhəng bir aşığın məzarının kilsədə olması, o nəhəngliyə bizim qoşmağımız üçün təbii ki, hamımızın içində bir Qərbi Azərbaycan sevdası da böyük daşır. Və mən Aşıq Ələsgərin ruhu şad olsun, ona yazdığım bir şeirdə bu ifadələri verməyə çalışmışam. Nə sazdır, nə sözdür, nə də aşıqdır. Nə mağar, nə düyün, nə yaraşıqdır. Allahın taxtından düşən işıqdır. İşığın taxtında şahdır Ələsgər. Hər beyti ayədir, hər sözü kəlam. Açması önündə dilsizəm, lalam.
Sənətdə Peyğəmbər əleyhissalam, dəryada tufandır, Nuhdur, Ələsgər. Yerin pərdəsidir göyün simləri, əritdi canında çox tilsimləri. Dolaşır ilahi mərasimləri. Kükrəyən, çağlayan ruhdur Ələsgər. Şehri çox, mələklər ötən eşqinin, Arazda, samurda itən eşqinin, o taylı, bu taylı vətən eşqinin, Göyçə dodağında ahdı Ələsgər. Kitablar bağlanıb hür savaşından, Zülvələr dizindən, bulud qaşından, Adına pir tikin məhəy daşından. Safaqdır, od ərdir, bağdır Ələsgər. Allahın taxtından düşən işıqdır. İşığın taxtında şahdır Ələsgər. İndi də müxtəlif mövzuda bir neçə şeirimi oxuyum. Eşq yolu. Tanrım, bu yol eşq yolu. Gedirəm, bitmirəm ki. Alırsan al canımı, gözündən itmirəm ki. 100 yerdən izlənmişəm, düzünə düzlənmişəm. Gözündə gizlənmişəm, gözündən itmirəm ki. Dadmışam hər azardan, nəyim var üz qızardan. Qorxum yoxdur məzardan, piyada getmirəm ki. Piyada getmirəm ki. Kölgə. Dünya zülüm kölgəsidir, ahdır. Ömür sələm kölgəsidir, behdir. İnsan ölüm kölgəsidir, ruhdur. Şairim, ruhdur. Babək edam kölgəsidir, bəzdir. Günah Adəm kölgəsidir, həzdir. Həvva qadın kölgəsidir, qızdır. Şairim, qızdır. Ləvat Lutun kölgəsidir, tordur. Zina Lütün kölgəsidir, kördür. Məzar bütün kölgəsidir, gördür. Şairim, gördür. Tüstü tütün kölgəsidir, hisdir. Qaymaq südün kölgəsidir, üzdür. İpək tutun kölgəsidir, bezdir. Şairim, bezdir. Orden medal kölgəsidir, misdir. Şöhrət metal kölgəsidir, pisdir. Şeir detal kölgəsidir, hisdir. Şairim, hisdir. Ay sarının kölgəsidir, aldır. Gül arının kölgəsidir, baldır. Eşq Tanrının kölgəsidir, yoldur. Şairim, yoldur. Eşq olsun Ramiz müəllim. Bizim də bir xahişimiz var. Ramiz müəllimin dillər əzbər olan şeirlər var. Onun bəzilərdən nəğmələr də yazılıb. Və onların hamısında Ramiz müəllimin Azərbaycan dilinin müxtəlif qatlarının necə dəqiq bələd olduğu üzə çıxır. Mən istəyirəm son şeir kimi qurudub göndərmə bənövşələri. Onu deyəsiniz və lap 2 şeir də ola bilər, amma mütləq onu sonda deyin, xahiş edirəm. Qurudub göndərmə bənövşələri. Bir məzəli şeir oxuyum. Dəyişdirdilər. Udduğum hər oyunda şərti dəyişdirdilər. Gördülər zərin verir, nərdi dəyişdirdilər. Pozub ritmi bəstəni, sordular dəstəni. Hər yerdə xor bəstənir, fərdi dəyişdirdilər.
Nə üstə tül çəkirdim, nə bezib əl çəkirdim. Elə gözəl çəkirdim, dərdi dəyişdirdilər. Ta ot bu sükutda, çox üşüdüm bu adda. İçimdəki mən adda, mərdi dəyişdirdilər. Odduğum hər oyunda şərti dəyişdirdilər. Güllə başlayıb, güllə qurtaraq da. Bu şeirdən sonra kitab imzalama tədbirimiz var. Bu yaxında Ostolda olacaq, hər kəs dəvətlidir. Qurudub göndərmə bənövşələri. Əlimə alınca əlim qurudu. Qurudub göndərmə bənövşələri. Nəfəsim qurudu, dilim qurudu, qurudub göndərmə bənövşələri. Çatmadım bu ildə yaza bilirəm. Darıxa bilirəm, susa bilirəm, özüm quruyanda dözə bilirəm. Qurudub göndərmə bənövşələri. Əl saxla, dər saxla, təzə tər saxla. Çıxar ürəyimi üstə sər, saxla. Mənə də ölməyə biraz yer saxla. Qurudub göndərmə bənövşələri. Qurudub göndərmə bənövşələri. Əziz dostlar, deyəsən yormadım. Yordumsa üzrü sayın. Əziyyət çəkib gəlmişsiniz. Çox sağ olun. Sizə şeir ömrü, şeir ovqatı arzulayıram. Sağ olun. Çox sağ olun Ramiz müəllim. Minnətdaram gəldiyinizə görə, iştirak elədiyinizə görə. Var olun, sağ olun. Elim kurudu kurudu gönderme benim şerim. Elime aldı zalim kurudu kurudu gönderme benim şerim. Nefesim kurudu